hər vaxtınız xeyir olsun, əziz və dəyərli müəllimlər. Mən Səbinə Səmədova. Bugün bağça müəllimləri üçün nəzərdə tutulmuş proqramın ikinci mövzusunu izah edirəm. Mövzumuz planlaşdırmadan ibarətdir. Proqramlarla işin təşkili və illik planlaşdırma. Biz ilk öncə bilməliyik ki, planlaşdırma nədir? Bu sualın cavabını özümüzdə tapmalıyıq. Təsəvvür edin ki, bir il ərzində uşaqlara çoxlu bacarıqlar qazandırmalısınız və əvvəlcədən heç bir planınız yoxdur. Nə baş verərdi? Bunu özünüzə sual verin. Nə baş verərdi? Biz bilməliyik ki, planlaşdırma pedaqoji prosesin əvvəlcədən düşünülməsi, məqsədlərin müəyyənləşdirilməsi, həmin məqsədlərə çatmaq üçün fəaliyyətlərin, metodların, resursların sistemləşdirilməsidir. Ümumiyyətlə, kitabı oxuyan zaman görəcəksiniz ki, bu kitabda planlaşdırma pedaqoji prosesin beyni. İllik planlaşdırma isə strateji xəritə adlanır. Günlük planlaşdırmanı isə biz adlandıracağıq. Həmin xəritə üzrə atılan dəqiq addımlar kimi izah eləyəcəyik. Hansı ki, biz bunu tam olaraq ilk abzasımızda görürük. Diqqət yetirsəniz. Gəlin nümunə üzərində deyək. Məsələn, deyirəm ki, Qubadan Bakıya getmək istəyirəm. Deyirəm, siz sadəcə maşına minib yol çıxsanız, yol boyu problemlər qarşılaşa bilərsiniz. Amma əvvəlcədən hara gedəcəyinizi, hansı yolla gedəcəyinizi, nə qədər vaxt lazım olduğunuzu, harda dayanmalı olduğunuzu, sizin dayanacağınızın harda olduğunu belə əvvəlcədən planlaşdırsanız, müəyyənləşdirsəniz, siz heç bir problemə rast gəlməyəcəksiniz. Təlimdə də bu planlaşdırma eyni prinsipdir. Yəni, uşağın ilin sonunda hansı bacarıqlara sahib olacağını bilmədən fəaliyyətləri təsadüfi şəkildə təşkil etmək düzgün hesab olunmur. Bəs sual verək ki, planlaşdırma niyə vacibdir? Ümumiyyətlə, burada biz müəllimləri 4 əsas problemi ön hissəyə qoyuruq. Bunlardan biri istiqamətsizlikdir. Digəri səthi bilik, üçüncüsü qeyri-müəyyənlik, dördüncüsü stressdir. İstiqamətsizlik nədir? Bax, bu plan olmayanda müəllim hər gün sual verir ki, bugün uşaqlara nə keçsin? Bu sual ətrafında düşünür. Mövzular arasında əlaqəsizlik yaranacaq. Məsələn, deyirəm ki, bir gün rəngləri keçirik, sonra heç bir əlaqə yaratmadan başqa mövzuya keçirik. Artıq uşağın beynində mövzu sistem şəklində formalaşmayacaq, əlaqəsizlik olacaq. Nəticənin qeyri-müəyyənliyinə baxan. Deyirəm ki, ilin sonunda müəllim bilməlidir ki, mən bu uşaqlarda hansı bacarıqları formalaşdırdım. Ümumiyyətlə, planlaşdırma yoxdursa, bu nəticəni sistemli şəkildə də müəyyən etmək biraz bizə çətin gələ bilər. Və ən sonuncu planlaşdırmanın ən sonuncu mərhələsi stress, yəni müəllimin stressi. Plansız müəllim daim vaxtla yarışır. Nəyi nə vaxt keçəcəyini düşünür, nəyi nə vaxt edəcəyini düşünür. Pedaqoji prosesi idarə etməkdə çətinlik çəkir. Ümumiyyətlə, plansızlığın əsas nəticələri nə oldu? İstiqamətsizlik, səthi bilik, qeyri-müəyyənlik və stress kimi deməli istiqamətlər oldu. Gəlin baxaq ki, illik planlaşdırma nədir? Müəllimlər, illik planlaşdırma bütün tədris ili ərzində uşaqlara veriləcək mövzuların, fəaliyyətlərin, hədəflərin, inkişaf istiqamətlərinin əvvəlcədən sistemləşdirilməsidir. Bax, illik planlaşdırma müəllimə ilin ümumi mənzərəsini görməyə kömək edir ki, yəni sən bu il ərzində hansı fəaliyyətlərlə məşğul olacaqsan. Məsələn, ilin əvvəlində müəllim, bu hissəyə baxın, bu cədvəl hissəsinə, ilin əvvəlində müəllim qarşısına baxır və görür ki, sentyabrda adaptasiya yazılıb. Oktyabrda payız, noyabrda sosial bacarıqlar. Deməli, müəllimin bu aylar ərzində görəcəyi işlər bundan ibarətdir. Məsələn, mənim sentyabr ayında mövzu blokum olacaq, bağçamıza xoş gəldin. Hədəfim nə olacaq? Adaptasiya, tanışlıq. Məsələn, uşaqlar sentyabr ayında ilk bağçaya qədəm qoyurlar və artıq onlar adaptasiya olmalıdırlar. Yəni, o mühitə uyğunlaşmalıdırlar. Və bizim mövzumuz da buna uyğundur. Bağçamıza xoş gəldin. Oktyabr ayında artıq biz payız fəsli artıq deməli müşahidə edirik deyə payızın sehri adlı bir mövzu bloku yaradırıq. Daha sonra hədəfimiz nə olur? Təbiəti qavrama. Noyabr ayında mənim dünyam, artıq biz burada uşaqlarda sosial bacarıqlar formalaşdırırıq. Bu da belə. Ümumiyyətlə illik planlaşdırma ilə günlük planlaşdırmanın fərqi var. Müəllimlər,
İllik planlaşdırma ilə günlük planlaşdırmanın fərqi var ki, bu hissə biraz imtahanda situasiya sualına çevrilə bilər. Sizə sual şəklində ünvanlana bilər. Baxın, düşünün ki, illik planlaşdırma böyük bir mənzərədir. Məsələn, bu ay uşaqlarda təbiəti müşahidə etmək bacarığını inkişaf elətdirəcəm. Bu ay. Bu illik planlaşdırmaya daxildir. Gündəlik planlaşdırma isə həmin o böyük məqsədə çatmaq üçün konkret gün ərzində nə edəcəyini müəyyən etməkdir. Məsələn, deyirəm ki, bu gün uşaqlarla payız yarpaqlarını müşahidə edəcəm, rənglərini müqayisə etdirəcəm və yarpaq şəkli çəkməyi onlara öyrədəcəm. İllik plan sualımız nə oldu? Hara gedirik? Gündəlik plan hara oldu? Ora necə gedəcəyik? Yəni bu əlaqəni müəllimlərə belə yadda saxlaya bilərsiniz ki, illik planlaşdırma bir xəritədir. Gündəlik planlaşdırma həmin xəritədə hər hansı bir konkret nöqtə və yaxud addım hesab etmək olar. Bəs planlaşdırılma necə aparılır müəllimlər? Bir dəqiqə, səhifələr qarışdı. Planlaşdırılma necə aparılır? Baxın, burada biz tərs mühəndislik görürük. Diqqətlə baxın. Planlaşdırmanın növlərindən biri tərs mühəndislikdir və tərs mühəndislik özündə 3 əsas növü müəyyənləşdirir. Bu hədəfi müəyyən etməkdir, ehtiyacları nəzərə almaqdır və metod vasitələri seçməkdir. Tərs mühəndislik planlaşdırılmasında biz birinci dedik hədəfi müəyyən etməkdir. Yəni özümüzdən soruşuruq. İlin sonunda uşağın hansı bacarığa sahib olmasını istəyirəm. Məsələn, uşağın əşyaları rənginə görə qruplaşdıra bilməsini istəyirəm. Bu mənim hədəfimdir artıq. İkinci mərhələdə deyirəm ki, uşağın ehtiyaclarını müəyyənləşdirir. Yəni burada müəllim uşağın yaşı neçədir, uşaqların maraqları nələrdir, onların hazırki bilik səviyyələri necədir, hansı bacarıqları artıq formalaşıb, hansı bacarıqlarda çətinlik çəkir. Yəni bu kimi sualları özündə cavablaya bilirsə, artıq deməli ehtiyacları müəyyənləşdirib. Ən sonda isə metod vasitəni seçməkdir. Artıq burada məqsədimiz nədir? Məsələn, deyirəm ki, bu nəticəyə hansı yolla çatacam, hansı metoddan çatacam. Yəni məqsədim, metodum var. Misal deyirəm ki, uşaq rəngləri fərqləndirsin və əşyaları rənginə görə qruplaşdırsın. Burada nə var? Burada artıq bir metod var ki, nəyi nəyə etsin. Yəni müəllim bunun üçün nə edir? Rəngli kublardır, oyuncaq meyvələrdir, kartlardır, oyunlardır, şəkillərdir. Bunlardan istifadə edir. Metod kimi də müşahidə apara bilər, sual-cavab eləyə bilər, qruplaşdıra bilər, praktik fəaliyyət seçə bilər. Ona görə də metod məqsədə xidmət etməlidir. Yəni müəllim mən bu metodu sevmirəm deyə metod seçmir. Bütün metodlardan qrupda istifadə etmək lazımdır. Bir də daha vacib məqamı sizə çatdırım. Deyir, planlaşdırma dəyişməz deyil qanunu. Baxın, ümumiyyətlə bəzən müəllimlər düşünür ki, mən planı yazmışam, artıq nə olur olsun, yer-göy dağılsa mən bu plana uyğun hərəkət etməliyəm və bunu dəyişə bilmərəm. Bu yanlış fikirdir. Çünki planlaşdırmanın canlı bir prosesinə aiddir və biz burada çevikliyin əsas olduğunu götürəcəyik. Necə? Baxın, uşaqların marağı gözlənilmədən başqa bir istiqamətə yönələ bilir. Bu zaman müəllim həmin maraqdan öyrənmə məqsədilə istifadə etməlidir. Ona görə də ilin ortasında uşaqların inkişaf tempinə əsasən planda dəyişikliklər edə bilərik. Tutaq ki, müəllim planlaşdırıb ki, bugün meyvələri öyrədəcəm. Düzdürmü? Amma uşaqların diqqəti pəncərədən görünən güclü yağan yağışadır. Görürlər ki, güclü yağış yağır. Müəllim desə ki, sakit olun, mənim planımda yağış yoxdur demək əvəzinə, müəllim sizcə yağış niyə yağır deyə bilər. Uşağın maraq dairəsini nəzərə alar, planında dəyişiklik eləyər və beləliklə müəllim uşaqların spontan marağından istifadə edərək yeni öyrənmə imkanı yaradacaq. Yəni plan müəllimə xidmət edir, müəllim planın bir növ belə deyək, qulu hesab olunmur. Daha sonra nədən danışacağıq? Refleksiyadan danışacağıq. Refleksiya bilirsiniz ki, müəllim öz fəaliyyətində də refleksiya düşünür. Məsələn, uşaqların maraqları necə idi, kim dərsdə çətinlik çəkdi, planımda dəyişiklik etməli oldumu, eyni zamanda uşaqlar da refleksiya edirlər. Məsələn, bugün nə öyrəndim, mən bugün hansı maraqlı əşyalardan söhbət elədim, hansı oyuncaqlarla oynadım, yəni hansı heyvanları tanıdım və s. müxtəlif suallar verə bilər. Ona görə uşağın diqqətini biz ilk öncə mövzuya cəlb etməliyik. Məsələn, uşaqlar bugün bizim bağçaya sehirli bir qutu gəlib. Görəsən içində nə var?
Baxın, görün onlarda maraq oyadıram. Artıq məni dinləmək istəməyən uşaq belə artıq məni dinləmək istəyəcək. Çünki maraqlıdır ki, o qutunun içərisində nə var. Uşaqları cəlb eləyirəm fəaliyyətə. Qutudan müxtəlif rəngli əşyalar çıxa bilər. Başlayıram onun rənglərini soruşmağa, əşyaları qruplaşdırırıq, müqayisə edirik. Yekun olaraq uşaqların öyrəndiklərini möhkəmləndiririk. Yəni biz bugün hansı rəngləri öyrəndik? Artıq bu da refleksiya hissəsinə aid olmuş olur. Bugünkü dərsimiz bura qədər. Siz də dərslərimizdən yararlanmaq istəyirsinizsə 051 641 88 34 nömrəsinə yazaraq bağça qruplarımıza qoşula bilərsiniz. Sağ olun.